Salam, hər vaxtınız xeyir olsun. Kanalımın hörmətli, dəyərli izləyiciləri. Mən Leyla Cahangirova. Bugün sizə kurikulum və sertifikasiya imtahanında düşə biləcək bir neçə test izahını verəcəm. Düşünürəm ki, izahım sizə maraqlı və faydalı olar və əgər hər bir yeni videodan xəbərdar olmaq istəyirsinizsə, kanalıma abunə olmağı, rəy yazmağı, rəy bölməsində rəy yazın, fikirlərinizi bildirin və suallarınızı da verə bilərsiniz. Və xahiş edirəm, unutmayaq ki, yeni izah yerləşdirəndə mütləq xəbərdar olmaq üçün abunə olmaq lazımdır. Bu da bizə müəyyən mənada bir motivasiya olacaq. Təşəkkür edirəm. Elə isə testin izahlarına başlayaq. İzahdan əvvəl bir şey də qeyd etmək istəyirəm ki, dərslərimiz onlayn və canlı təşkil olunur. Dərslərimizdə iştirak etmək istəyənlər burada qeyd olunan nömrəyə müraciət etməklə daxil ola bilərlər. Birinci və ikinci suallarımız ümumiyyətlə olmazın olmaz suallardandır, belə deyək. Yəni, inteqrasiyaya aid olan suallardır. Görək, sual nə tələb edir bizdən? Sualda deyilir ki, tərbiyəçi payız mövzusunu keçərkən uşaqlara yarpaqları saydırır, rənglərini soruşur və sonda yarpaqlardan əl işi hazırlamağı tapşırır. Və bizdən soruşulur ki, bu situasiya hansı inteqrasiyaya aiddir? İlk öncə baxaq görək, şaquli inteqrasiya. A variantında deyilir ki, şaquli inteqrasiya. Niyə şaquli inteqrasiya deyil? Çünki burada şaquli inteqrasiyada adətən biliklərin sadədən mürəkkəbə doğru mərhələlərlə inkişafı baş verir və burada belə bir ardıcıllıq yoxdur və bəzən də bax, şaquli inteqrasiyanı qruplar arası inteqrasiyada adlandırırlar ki, burada qrupların adları da getmir. Yəni, şaquli inteqrasiyanı götürmürük. B. İnkişaf sahələri daxili inteqrasiya. Burada isə inkişaf sahə daxili inteqrasiya nə deməkdir? Yəni, inkişaf sahəsinin daxilində gedən inkişaf. Yəni, bir inkişaf sahəsinin bir neçə əsas standartları arasında olan inteqrasiyadan söhbət gedir ki, burada isə artıq, burada nə var? Həm müəllimə soruşursa rəngləri, burada nitq var, uşaqlara danışır, rəngləri söylüyor, burada sayırsa, burada riyaziyyat var, yəni idrakin inkişafı, inkişaf sahəsidir, həm də əl işi hazırlayırlarsa, artıq bu estetik yaradıcı inkişaf sahəsi ilə əlaqəli olduğu üçün bu üfüqi inteqrasiya, yəni cavabımız C variantı oldu. Çünki burada həm riyazi inkişaf var, həm estetik inkişaf yaradıcılıq sahəsi ilə əlaqə var. Eyni vaxtda bir neçə inkişaf sahəsi eyni mövzu üzərində birləşdirilib. Yəni, bu üfüqi inteqrasiyanın əsas xüsusiyyətidir. Bir mövzu, müxtəlif fəaliyyətlər. Bu oldu C variantı. Keçdik ikinci sualımıza. İkinci sualda belə səslənir. B səsini öyrədərkən uşaqlardan səs ilə bağlı sözlər deməsini, həmin sözlə cümlə qurmasını, hecalara ayırmağını müəllim istəyir, daha sonra isə müəllim deyir. Bakı, baba, bənövşə kimi sözlərdə neçə heca var? Tərbiyəçinin tətbiq etdiyi inteqrasiyanı bizdən soruşur. B səsi öyrədilir və burada cümlə qurmaq, heca ayırmaq 2.2.5 alt standartının tələbidir, yəni savad təliminə aid olan məsələlərdir. Və burada eyni zamanda dil, nitq, savad təliminə hazırlıq, bax, bütün bu sahələr bir-birini birləşdirilib, yəni müxtəlif bacarıqlar eyni inkişaf sahəsi, yəni idraki inkişafının 2.2, 2 say olduğu üçün 3 əsas standartları arasında inteqrasiya olduğu üçün
Doğru cavabımız C variantı oldu. Yəni inkişaf sahəsi daxilində olan inteqrasiyadır. Bayaq dediyim kimi şaquli deyil, çünki sadədən mürəkkəbə yoxdur. Üfüqi olsaydı sadəcə olaraq bir inkişaf sahəsinin digər inkişaf sahəsi ilə. Burada axı bir inkişaf sahəsinin daxili də var. Eyni zamanda inkişaf ancaq öz əsas standartları arasında inteqrasiyadır. Cavab oldu C variantı. Geçdik üçüncü sualımıza. Üçüncü sualda dərsdə bizdən soruşulur ki, müəllim intizamı pozan uşaqlardan birini görür ki, yoldaşları ilə danışır dərsdə, intizamı pozur, tərbiyəçi uşağı gətirir bütün qrup qarşısında ona irad bildirir. Və bizdən soruşulur ki, bu davranış müəllimin hansı bacarığının zəif olduğundan xəbər verir. Və biz bilirik ki, müasir pedagogikada uşağı bütün qrup qarşısında danlamaq bu düzgün hesab olunmur. Çünki bu uşağın özgüvənini aşağı salır, mənfi emosiyalar yaradır, qrupda psixoloji, yəni dəstəkləyici mühit pozulur, təhlükəsizlik pozulur və tərbiyəçi problemi burada necə həll edə bilərdi? Əlbəttə ki, fərdi şəkildə həll edə bilərdi. Və yaxud da ki, pozitiv intizam üsulundan istifadə edə bilərdi. Cavablara baxsaq görərik ki, birinci A variantında təlim materiallarının uşaqların yaş xüsusiyyətinə uyğunlaşmasının bacarığı müəlliminin deyir, zəifdir. Xeyr, bu bacarıqdan söhbət getmir. Ümumiyyətlə, yaş səviyyəsinə aid bir cümlə də yoxdur bizdə. B variantını saxlayaq. B variantında daha doğrusu deyir ki, intizam pozuntusuna qarşı sərt reaksiya göstərir. Həqiqətən də müəllimə çox sərt deyir, uşağı başqa uşaqların qarşısında danlayır, irad bildirir. Bu da düzgün deyil, daha doğrusu cavabı düzgündür. Yəni, hamısının qarşısında uşaqları danlamaq olmaz. Və C variantında uşaqlara qarşı obyektiv qiymətləndirmə tətbiq, burada qiymətləndirmədən söhbət getmədi. Daxili kommunikasiya və pozitiv intizam qurma bacarığı. Bax, müəllimin məhz kommunikasiya qurmağı, daxili intizam qaydalarını pozma, yəni pozitiv qurma bacarığı burada zəifdir. Bax, bu bacarıqdan söhbət gedir. B-də də müəllim əksinə burada sərt reaksiya verib. Bu bacarığı zəif deyil, xeyr. Y variantında da məşğələlərdə texnologiyalardan düzgün istifadə etmə bacarığı, burada da belə bir söhbət variantda yoxdur. Deməli, cavabımız oldu D variantı. Və dördüncü sualımıza baxsaq görərik ki, məktəbə qədər təlim prosesinin təşkili və dərsin mərhələləri ilə bağlı olan bir sualdır ki, burada soruşur ki, bizdən yanlış fikri tapaq. Birinci A variantına baxaq. Ümumiyyətlə, gəlin məşğələrin mərhələlərini yadımıza salsaq, bilirik ki, aktuallaşma və yaxud motivasiya mərhələsidir. Yəni, birinci mərhələdə ya müəllim uşaqlara mövzunu, əvvəlki biliklərini daha doğrusu xatırladır və bilikləri, təcrübələri aktivləşdirir. Bu olur aktuallaşma və yaxud da ki, motivasiya qurursa, sözsüz ki, motivasiya zamanı tərbiyəçi nə edir? Uşaqlarda maraq oyadır, uşaqların diqqətini dərsə cəlb eləmək üçün müəyyən mənada psixoloji hazırlıq yaradır və uşaqların diqqətini mövzuya cəlb edir motivasiyadan. Dərk etmədə də nə edir müəllim? Bu mərhələdə artıq biliklərin əldə olunması üçün, uşaqlara biliklərin düzgün çatdırılması üçün gözəl öyrənmə şəraiti yaradır. Burada iş üsullarından, maraqlı vizual vəsaitlərdən, resurslardan, praktik təcrübələrdən, məlumat mübadiləsindən, tədqiqatlardan istifadə edir. Tətbiq etmə mərhələsində isə artıq uşaqlar qazandığı bilikləri nə edirlər? Yaradıcı şəkildə tətbiq edirlər. Və baxaq görək, motivasiya mərhələsində bizdən yanlış variantı soruşur. Motivasiya mərhələsində uşaqlara hazır biliklər deyil, bəli, onlarda tədqiqata sövq edən situasiyalar təqdim olunur. Bu doğru fikirdir.
Bizdən isə yanlış fikir soruşur. Təlim prosesində sual-cavab fəaliyyəti uşaqların tənqidi və məntiqi təfəkkürün inkişafına bilavasitə xidmət edir. Bu da çox doğru cavabdır. Çünki həqiqi mənada da düşündürücü, provokativ suallar uşaqları inkişaf etdirir. Tədqiqatın aparılmasının mərhələsində uşaqlara fərdi, cütlər və qruplarla işləyərək müstəqil şəkildə informasiya toplaya bilirlər uşaqlar. Bəli, bu da tamamilə doğrudur. Çünki tədqiqat mərhələsində uşaqlar müstəqil şəkildə informasiyalarını bölüşə bilirlər. D variantında da informasiya mübadiləsi, bəli, bu da doğrudur. Y variantı, cavabımız Y variantıdır. Nə üçün? Çünki burada bir şeyə qeyd edirəm, diqqətli olun qızlar. Baxın, uşaqların təlim fəaliyyətində qazandıqları biliklərin möhkəmləndirilməsi və bacarığı çevrilməsi yalnız dərsin refleksiya mərhələsində baş verir. Bir şeyi qeyd etmək istəyirəm ki, unutmayaq, yəni testlərdə yalnız, həmişə, ancaq, mütləq kimi sözlər olarsa, çox vaxt yanlış cavab məhz bax bu cür qəti ifadələrin altında gizlənmiş olur. Əlbəttə ki, burada deyir ki, bacarıqlar yalnız. Xeyr, əslində bacarıqlar tədqiqat zamanı, məlumat mübadiləsində, müzakirələrdə, tətbiq fəaliyyətində baş verir. Bacarıq formalaşır. Amma belə deyir, refleksiya mərhələsi nədir? Refleksiya sadəcə olaraq öyrənmənin dərk olunmasına və qiymətləndirilməsinə kömək edən bir prosesdir. İzahım bu qədər. Əgər izahımı bəyəndinizsə, bəyən nöqtəsinə basın və öz fikirlərinizi, iradlarınızı bildirin. Təşəkkür edirəm. Hələlik bu qədər. Növbəti görüşlərə qədər.